Allah Teala diyor ki ya ibadi inni harramtu zulme ala nefsi ve cealtu beynekum muharramen fela tezalemu. Ey qullarım, mən zülmü öz nəfsimə haram eləmişəm. Sizin də aranızda haram elədim, bir-birinizə zülm eləməyin. Sən necə düşünə bilərsən ki, Allah sənin qədərini yazıb və yazdığını sənə bu dünyada məcbur elətdirir və məcbur elətdiyinə görə də qiyamət günü sənə suallar verəcək ki, nə üçün belə elədin? Belə ola bilər. Bu Allahın ədalətsizliyi tam eləməkdir. Başqa vaxt deyirlər ki, məntiqlə də uyğun. Sən deyəcəksən ki, sən ya Rab mənə məcbur elətdirmişdin də. Belə şey Allahın şəninə yaraşmır. Yox. Allah Teala səni yaradıb, sənə seçim verib, haqla batılı sənə göstərib, doğru ilə səhvi sənə göstərib, tövhidlə şirki sənə göstərib, sən hansını seçsin, ona görə Allah Teala sənə nə müamilə edəcək, hesabat aparacaq. Və Allah Teala özü Quran-ı Kərimdə bir çox yerdə seçimlərdən danışır. Məsələn, Allah Teala deyir ki, "Və qulil haqqu min rabbikum." De ki, haqq Rəbbimizdəndir. Fəmən şəə fəlyu'min və mən şəə fəlyəkfur. Kim istəyir iman gətirsin, kim istəyir küfr eləsin. Yəni Allah Teala demir, küfr eləyən getsin küfr eləsin. Yox. Yəni deyir, kim istəyir bunu seçsin, kim istəyir bunu seçsin. Yəni ona görə Allah ondan müamilə eləyəcək. Məsələn, Zəlzələ surəsinin sonuncu ayələrində Fəmən yə'məl misqalə zərrətin xayran yara. Kim zərrə qədər xeyir əməl eləsə, onu görəcək, mükafatını verəcək Allah Teala. Və mən yə'məl misqalə zərrətin şərran yara. Kim zərrə qədər şər etsə, onun da cəzasını alacaq. Deməli, kim belə etsə, kim belə etsə, bu edən öz seçimi ilə edir, bu edən də öz seçimi ilə edir. Allah Teala seçim verib. Sən gedib pisi seçirsən, pis əməlləri seçirsən, münkər əməlləri seçirsən, sonra da deyirsən ki, Allaha deyəcəm ki, mənim üçün belə yazmışdın. Yox, belə deyil axı. Onda get kartofun da pisini al. Və yaxud da məsələn, necə elm əhli deyir, əgər Allaha deyəcəksən ki, sən mənim üçün belə yazmışdın, belə elədin, pis əməllər elədin, onda ki, salih əməllər elə, namaz qıl, oruç tut, valideyni yaxşılıq elə, Allaha şirk qoşma, günahlardan çəkin, denən ki, ya Rab, sən mənim üçün belə eləmişdin də. Adətən belə adamlar, bu qədər məsələsində gəlib ilişən adamlar, günahları edib sonra Allaha mən deyəcəm ki, sən mənim üçün belə yazmışdın deyirlər. Belə yaxşı işləri gör, Allaha denən ki, sən mənim üçün belə yazmışdın. Nə fikir verirsən, əslində bu düşüncə deyil, bu yəni fikir deyil, aləmlərdə də olan Allah haqqında. Vallahi Allah Teala buyurur ki, "Fəmə zannukum bi rabbil alamin." Sizin aləmlərin də olan Allah barədə zənniniz nədir? Allah zülm eləməz, ədalətsizlik eləməz. Allah hər işində hikmətlidir. Allah ədalətlidir. Allah Teala özü ayədə deyir ki, "La yus'al amma yef'al və hum yus'alun." Allah etdiyi əməllərdən soruşulmaz, onlar soruşulacaqlar. Kimlər? Qullar. Şeyx Səmin Muhammed ibn Salih Əl-Üseymin rahimehullah burada gözəl bir söz deyir ki, niyə görə Allah etdiklərindən soruşulmayacaq? Qullar etdiklərindən soruşulacaq. Deyir, çünki Allah etdiyi hər bir işdə hikmətlidir. Fikir verir, subhanallah. Allah ona görə elədiklərindən soruşulmayacaq ki, o elədiyi hər bir işdə hikməti var Allah Teala. Nəyisə boşu-boşuna eləməz. Allah Teala deyir ki, "Və mə xalaqnəs səmâə vəl-arda və mə beynəhumə batilə, zəlikə zannullezîne kəfəru əleyh." Fikir ver. Biz yeri, göyü, onların arasında olanları batıl olaraq yaratmamışıq. Boşu-boşuna eləməmişik deyib. Belə düşünənlər kafirlərdir. Yəni kafirlər belə düşünərlər Allah haqqında ki, o nəyisə boşu-boşuna eləyib. Nəyisə boşu-boşuna eləməkdən Allah Teala uzaqdır. Ona görə şeyx deyir ki, Allah nə edirsə hikmətlidir deyə ondan soruşulmur. Amma qullar etdiklərinin çoxsunda asilik, günah, hikmətsizlik, ona görə onlar soruşulacaqlar. Qədər elhamdülillah ki, Allah Teala bizdən başı sağlıb, asanlaşdırıb. Vallahi qədər elədi ki, elm əhli deyir ki, "El-qadar sirrullah fi xalqihi fələ təbhasu anha və anhu." Qədər Allahın məxluqatında qoyduğu bir sirridir, gizlinidir, onu araşdırmayın. Araşdıranda görsən insan gedir dərinə, niyə belə, nə üçün belə, belə olmayıb, belə olub, elə olmasaydı belə olardı, belə olmasaydı belə olardı. Məni yaradırsa da elə belə yox, başqa cür yaradardı. Mənim üçün yazmışdısa, niyə mənim üçün ruzuma az yazıb? Niyə məni misal üçün filan vəzifəyə təyin eləməyib? Madam ki yazırdı, fikir ver. Allahı ittihamlar eləyir.
Həsəd eləyən adam kimi. Həsəd eləyən də Allaha etiraz edir ki, nə üçün ona vermisən, mənə verməmsən, ona verməkdə düz eləməmsən. Həsəd eləyənin sözünün mənası budur. O qədəri qurdalayan insanlar da belədir. Qədəri qurdalayır ki, yazırdısa elə daha belə yazardı da. Madam ki, rəhimlidir, madam ki, varlıdır, aləmlərə ehtiyacı yoxdur. Yox, sən bilmirsən, hikməti var hər bir şeydə. Ona görə elm əhli deyir ki, kimlər ki, kasıbdır, kasıblıq onun üçün xeyirdir deyə Allah onu kasıb saxlayır. Kimlər ki, varlıdır, varlılıq onun üçün xeyirdir deyə Allah da onu varlı edir. Çünki bəzi varlı insanlar, onlar kasıb ola bilməzlər. Kasıblıq onları Allaha qarşı aparacaq. Bəzi kasıb insanlar varlı ola bilməzlər. Çünki varlılıq onları Allaha asiliyə aparacaq. Ki versən, Vallahu ya'lemu və entum la ta'lemun. Allah bilir, siz bilmirsiniz. Allahın hikmətindəndir ki, sənə vermir. Şeyx Abdurrazzaq deyir ki, Allah sənə malı, mülkü verməməklə sən elə bilirsən, sənə alçaldıb. Yox, vallahi, səni nə qədər ona qarşı gələcəyin asiliklər, günahlar kimi, onlardan səni xilas edib, qoruyub səni onlardan. Həmçindir ki, varlı adam, sən elə bilirsən, Allah Teala sənə çoxlu mal verməklə səni izzətləndirir. İzzət deyir, onda deyil. İzzət, sənin qəlbində olan Allah qorxusudur ki, sən o malı düzgün istifadə edə bilirsən. O qəlbivə Allah qorxusunu da verən elə Allah Teala'nın özüdür. Bütün nemətlər Allahdandır, vallahi. Hamısı. Allahı tanıyan, Allah haqqında elə düşünməz. Allahı tanıyan, Allahın hər şeyə qadir olduğunu, qullarına xeyir istəyən olduğunu bilən adam Allah haqqında elə şey düşünməz. Fikir verin, hər bir şeyi əhatə edib öz elmi ilə. Allah Teala buyurur ki, Allah Teala deyir ki, وَاِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا وَاللّٰهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌ. Əgər siz Allahdan qorxsanız və səbirli olsanız, sizə hilə quranların hiləsi sizə heç bir zərər verə bilməz. Niyə görə zərər verə bilməz? Fikir verin. Allah onların etdiyi bütün əməlləri öz elmi ilə əhatə edib. Mane olar Allah Teala ona. Sənə şəri toxundurmaq istəyəndə Allah onun şərindən səni qoruyacaq. Şimdi vallahi belədir. İnnallahu yudafi'u anillezine amenu. Allah iman gətirənləri müdafiə edir. Zəlikə bi ennallaha mevlellezine amenu. Bu ona görədir ki, Allah iman gətirənlərin mövlasıdır. Və ennel kafirinə la mevla lehum. Amma kafirlərin heç bir mövlası, heç bir sığınacaq verən yoxdur. Mevla nə deməkdir? Sevir. Yəni mövlasıdır möminlərin. Allah Teala nə deməkdir? Onları sevir. Onları qoruyur. Onları ruzlandırır. İzzətləndirir. Müdafiə eləyir. Bütün sənə lazım olan şeylərin hamısını Allah Teala sənə verir. Öz üzərinə götürür. Və kânə haqqan aleynə nasrul mu'minin. Görürsən? Möminlərə kömək etməyi öz üzərimizə vacib bir haqq götürmüş edir. Subhanallah. Şimdi möminləri kömək eləmək, yardım eləmək öz üzərimizə vacib bir haqq kimi götürmüş edir. Yəni kimiyik ki biz? Yəni biz kimiyik ki öz üzərinə bir vacib haqq götürüb Allah Teala yardım eləsin bizə. Biz olsun neynəmişik ki? Şeyx Ubeyd, Allah ona rəhmət etsin, biz böyük alimlərdən idi. Sual verirlər şeyxə və sual cavab əsnasında şeyxi sənə alirlər, bir iki də tərif deyirlər, şeyx ağlayır. Deyir ki, dua edin, ud'uli. Mənim üçün deyir, dua edin. Vallahul musta'an. Allahdan kömək istəyirik. Əgər deyir, Allah mənə deyir, hesaba çəksə, mənə desə ki, ey Ubeyd, mədə sana'tə li əhli sünnə. Əhli sünnə üçün neynəmirsən? Mən nə cavab verəcəm, deyir Allaha onda. Bunu deyir, şeyx ağlayır, göz yaşlarını saxlaya bilmir ki, Allah mənə belə desə ki, sən əhli sünnə üçün neynədin? Mən ona nə cavab verəcəm? Böyük alimlər belə düşünür. Biz indi elmi az olan, əməllərində naqis olan insanlar, biz Allah üçün neynəmişik ki, Allah subhanahu wa ta'ala ruzumuzu özlərinə götürüb, müdafiə eləməyi özlərinə götürüb, kömək eləməyi özlərinə götürüb, sağımızdan, solumuzdan bizi qorumaq üçün mələklər təyin edir. Muaqqabət, gecə-gündüz bizlə bir yerdə olan mələklər təyin edir. Hədisdə gəlir ki, İmam Buxar Müslim rivayətindən ki, Muaz radiyallahu anh qissəsidir Muhammed sallallahu aleyhi ve sellemlə
Muaz deyir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləmlə bir yerdə uzun qulağın tərkində idik, arxasındaydı. Sual verdi ki, ya Muaz, ey Muaz, ətədri mə haqqullahi aləl ibad. Sən bilirsən qulların və ya Allahın qulları üzərində olan haqqı nədir? Və mə haqqul ibadi alallah. Qulların da Allah üzərində olan haqqı nədir? Deyir ki, mən dedim ki, Allah və Rasulü yaxşı bilir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, haqqullahi alal ibad, Allahın qullar üzərində olan haqqı olur ki, ən ya'buduhu və la yushriku bihi şey'an. Tək ona ibadət edib heç bir şey ona şərik qoşmasınlar. Bu Allahın haqqıdır qullar üzərində. Və haqqul ibadi alallah. Qulların Allah üzərində olan haqqı, haqq sözünə fikir verin. Qulların Allah üzərində olan haqqı. Çünki nəfs belədir. Əllə yu'azzibə mən lə yushrik bihi şey'an. Qullardan kim Allaha ibadət edib, ona heç bir şey şərik qoşmasa, ona əzab verməməsidir. Alimlər, elm əhli deyir ki, Şeyx Muhammed İbn Salih Əl-Üseymin rahimallahu qavlu mufiddə bunu gətirir, Kitab-ı Tövhidin şərhidir. Orada deyir ki, hansısa bir qul Allahın üzərinə vacib bir haqq qoya bilər? Yox. Sadəcə Allah öz lütfündən və kəramətindən qulları üçün öz üzərinə bir dənə haqq götürüb. Onlara yaxşılıq, ihsan etməkdən ötürü ki, siz belə etsəz, mən də sizə belə eləyəcəm. Əzab verməyəcəm. Yaxşı, nə eləyəcək? Cənnət. Cənnət nə salacaq? Əbədi cənnət. Tövhid əhlinin cəm olduğu diyar. İnnehu huvel barrur rahim. Cənnət əhli cənnətə düşəndən sonra bir-biri ilə danışacaqlar. Diyaloqlarının axırında bu ayəni deyəcəklər. İnnehu huvel barrur rahim. Allah rəhimlidir və qullarına yaxşılıq eləyəndir. Ən böyük yaxşılığı sonda onları cənnətə salması və cənnətin içində onları ziyafət verib və hər dəfə özünü onlara göstərməsi olardı. Allahu akbar. Vallahi Allah üçün yaşamağa dəyər, onun üçün həyatı sərf eləməyə dəyər, nəfəslər onun üçün almağa dəyər, onun üçün getmək, gəlmək, hamısı ən layiq olan Rəbbimizdir. Vallahi onun üçün bütün təsarrufat, əməllərimizin sərf eləyi hamısını onun üçün. Elhamdülillah. Allah Teala hamımızı sabit eləsin. Din böyük nemətdir, izzət verib bizə. Din izzət verib bizə. Qəlbimizi rahatlaşdırıb. Ona görə sələflər deyirlər ki, Ləv ya'ləmun muluk və əbnəul muluk. Padşahlar, vəzifəli insanlar və onların evladları bilsəydilər ki, biz hansı ləzzətin, hansı imanın, hansı rahatçılığın içərisindəyik, əllərinə qılınc alıb, onu bizdən almaq üçün bizlə döyüşərdilər. Hədisə görə nədir Muhammed sallallahu aleyhi ve sellem? Ləvləllahu məhtədeynə. Allah hidayət verməsəydi, biz hidayət olmazdıq. Allah nəsib etməsəydi, lə salleynə və lə sumnə, nə namaz qılardıq, nə də oruç tutardıq. Danışırsan bəzi insanlara namazdan, danışırsan orucdan, malı mülkü çoxdur, həcdən danışırsan, sanki insanın boynundan ağır bir dağ kimi asılıb. Allah subhanət hala nəsib edib bizə, asanlaşdırıb namaz qılmağı. Sən danışırsan, deyirsən, bax qardaş, namaz, oruc, bir ay oruç tutmağı fikirləşəndə, hiss etsən ki, rəngi dəyişir. Gərək Allah insanı müvəffəq eləsin. Bəzi müsəlmanlar da, bəzi insanlar da qıldığı 5 vaxt namaza görə, etdiyi bəzi salih əməllərə görə aləmlərin Rəbbi olan Allaha minnət qor ki, namaz da qılıram, belə də eləyirəm, niyə o mənim üçün belə eləmir, oruc da tuturam, mən belə eləyirəm, niyə üçün o mənim üçün belə eləmir, niyə ruzumu artırmır, niyə məsələn mənim işlərimi asanlaşdırmır, borcdan məni xilas eləmir və s. Belə düşüncə olmaz vallahi. Sən Allahın sənə etdiyi yaxşılıqları hesablasan öz elədin ibadətlərlə, görəcəksən ki, sən onu sənə heç nə eləmirsən. Necə o, Şeyx Fozan danışır, dənizdə qalanlardan biri, salih insanlardan biri Bəni İsraildə, adam Allaha dua edir ki, ya Rab, mən özümə qovuşdur. İbadət əhlidir, illərdə Allaha ibadət edir. İbrətli qissədir. Allah Teala onu götürür, canını alır. Allah ona deyir ki, get, rəhmətim sayəsində cənnətə daxil ol. O da nədir? Deyir ki, ey Rəbbim, bəs əməllərim, rəhmətin sayəsində cənnətə daxil olacamsa, bəs etdiyim salih əməllər, Allah Teala deyir ki, get rəhmətimlə cənnətə daxil ol.
O da deyir ki, ya Rab, bəs salih əməllər. Allahla danışır ki, və salih əməllər Allah Taala əmr eləyir mələkləri ki, onu hesaba çəkin. Sorğu-sual eləyin. Və sorğu-sual eləyirlər. Onun Allah üçün etdiyi ibadətlər Allahın ona verdiyi göz nemətini əvəz eləmir. Və Allah ona deyir ki, get cəhənnəmə daxil ol, qəzəbimlə. O da deyir ki, ya Rab, məni rəhmətinlə cənnətə sal. Allah Taala dedi, get rəhmətimlə cənnətə daxil ol. Görürsən, heç kimi əməlləri cənnətə salmayacaq. Qıldığın namaz, tutduğun oruc, verdiyin zəkat, valideyni etdiyin yaxşılıq əzəmətli əməllərdir, böyük əməllərdir. Tövhid, tövhiddən böyük bir əməl yoxdur. Amma bil ki, o tövhidlə cənnətə girməyəcəksən. Tövhid bir səbəb olacaq, cənnətə girəcəksən. Allahın rəhməti olmalıdır. Bu dünyada rəhm eləyib hidayət verdiyi kimi, axirətdə də rəhm eləyib səni cənnətinə salmasa, əməllərin cənnətin müqabili deyil. Cənnətdə nə olacaq, dəyərli qardaşlar? Əbədiyyat. Yorğunluq olmayacaq, sıxıntı olmayacaq, çətinlik olmayacaq, qəm olmayacaq, qüssə olmayacaq. İçində bir darlıq olmayacaq. İstədiyin hər şeyi Allah Taala sənə verəcək. Və burada bir dənə qeyd eləyək və istədiyin hər şeydə yaxşı şey olacaq. Bəziləri düşüncəsi naqis olan insanlardır ki, mən cənnətə düşsəm, buradakı içkidən, araqdan da yaxşısını istəyəcəm burada Allahdan. Nə bilim, burada qəbul elədiyin maddələrin yaxşısını istəyəcək. Orada elə olacaqsan ki, əgər sən ora düşsən, səndə elə bir düşüncə olacaq ki, sən bütün pis fikirlərdən uzaq olacaqsan. Allah zaten sənə içki verəcək də orada. Allah Taala sənə zaten içki verəcək, içəndə ağlın başında qalacaq. O ağlınla yaxşı söz danışacaqsan orada hamı ilə. Səlamə deyəcək bir-birinə. Onların əhli cənnətin əhli sözü nə olacaq? Qalu səlamən. Salam deyəcəklər bir-birlərinə. İçəcəksən orada, amma ağlın getməyəcək və sonra başın ağramayacaq. Kimsə səni daşısın, aparsın, deyiş axtarmayacaqsan. Sonra cənnətdə nələr olacaq? Peyğəmbərlər, sıddıqlar, şəhidlər, salihlər, Adəm əleyhissalamdan üzü bu yana olan bütün salihlər, cənnətə düşsən onları görəcəksən. Və ilk öncə Muhammed sallallahu aleyhi ve sellem'i düşün. İbrahim'i düşün aleyhisselam, tövhidin atası. İshak, Yaqub, düşün bütün peyğəmbərləri. Onlarla bir yerdə olacaqsan, əgər ora düşsən. Və tükənməz neymətlər, istədiyin hər şeyi Allah Taala sənin üçün gətirəcək, yaxınlaşdıracaq. Hətta deyəcəksən ki, əgər ora düşsən, dünyada da bunlardan bizə verilirdi. Allah Taala nə deyir? Yox. Dünyadakı bunlara oxşayır, amma bunlardan deyildi. Oranın qadınları buranın qadınlarından fərqli olacaq. Hər dəfə gələndə təzə görkəmdə, nəfsinin istədiyi görkəmdə, hər dəfə gələndə bakirə. Allahu akbar. Cənnətin əhli üçün Allah Taala belə eləyib. Və onun ən böyüyü, ölümsüz həyat, yəni ən böyüklərindən. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Qiyamət günü ölüm gətiriləcək heyvan formasında. Ölümün özü öldürüləcək, kəsiləcək bir qoç kimi, bir qoyun kimi. Ondan sonra nə olacaq? Deyiləcək cənnətin əhlinə ki, ya əhləl cənnə xulud lə mut. Ey cənnət əhli, əbədiyyatdır, ölüm yoxdur. Ya əhlən nar, ey cəhənnəm əhli xulud lə mut. Əbədiyyatdır, ölüm yoxdur. Cənnət əhli əbədi qalacaq, cəhənnəm əhli əbədi qalacaq. Cənnət əhli biləcək ki, cəhənnəm əhli orada əzab çəkir. Cəhənnəm əhli biləcək ki, cənnət əhli orada Allahın nemətləri içərisindədir. Çünki cəhənnəm əhli cənnət əhlinə deyəcək ki, Allahın sizə verdiyi o sərin sudan biraz üstümüzə tökün. Allahu akbar. Elə bilməyəcəklər. Nə üçün? Deyəcək ki, Allah bunu sizə haram edib. Qadağan olmaz sizə. Allah bizi cənnət əhli eləsin, cəhənnəmdən qorusun. Və sonra böyük nemətlərdən cənnətdə nə olacaq? Cavanlıq. Əbədi cavanlıq. Bu dünyada canın ağrıyır, xəstələnirsən dəyərli qardaş, dəyərli bacı. Xəstələnirsən, dərmana ehtiyacın olur, kimsə sənə kömək eləməlidir. Valideynin evladına ehtiyacı olur, evladın valideyninə ehtiyacı olur. Bir-birinə ehtiyac olur, orada elə şey yoxdur. Xəstələnməyəcəksən. Yediyin bu dünyada gedib ifrazat elədiyin kimi orada elə olmayacaq. Orada tərdən çıxacaq, xoş ətir iyi gələcək səndən. Yemək nə istəyirsən, yaxşıların hamısı olacaq, özü yiyib yaxınlaşacaq. Xidmətə
verilmiş cavan oğlanlardan danışıb Allah Taala. Bu dünyada məsələn bəzilərin başına naməhrəmlər fırlanır və onlar da buna sevinirlər. Xüsusən deyirlər ki, məsələn qadınlar bizə xidmət eləsin. Hansı ki olmaz, haramdır. Allah Taala ki orada onların xidmətlərinə verilmiş, qorunub saxlanılmış mirvari kimi cavan oğlanlar olacaq. Çünki sonra nə olacaq cənnətdə? Aləmlərin Rəbbi olan Allahı görmək. Təsəvvür etsən dəyərli qardaş. Yəni nə mənada təsəvvür etsən, nemətin böyüklüyünə bax. Aləmlərin Rəbbi olan Allah, sən onu görəcəksən. Özə Muhammed sallallahu aleyhi ve sellem necə vəsf edir? Bu mövzular çox danışırıq, lakin lazımdır. Elhamdülillah, imana təsir eləyir. İnnekum setarawna rabbakum. Siz Rəbbinizi görəcəksiniz. Kim deyir bunu? Muhammed sallallahu aleyhi ve sellem. Kim buna inanır, inansın, inanmayır, inanmasın. Elhamdülillah biz möminlər, müsəlmanlar yəqin olaraq inanırıq ki, Rəbbimiz var, verdiyi vədə yerinə yetirəcək, özünü möminlərə göstərəcək və onların üzü elə Allaha baxmaqla parıldayacaq. Vucuhun yevmə izin nadira. O gün bəzi üzlər parlayacaq. Necə parlayacaq? İlə Rabbihə nadira. Allaha baxmaqla necə parlayacaq? Sevinç parlaqlığı verəcək Allah Taala üzlərinə. Bəziləri də qaralacaq. Üzləri qaralacaq. Etdikləri küfrə görə, asiliklərə görə, Allaha qarşı gəldiklərinə görə, Allaha qoşduqları şirkə görə, peyğəmbərləri öldürdüklərinə görə, insanları Allahın yolundan azdırdıqlarına görə. Elhamdülillah, cənnət gözəl nemətdir. Allah Taala bizi cənnətin əhli etsin, cəhənnəmdən qorusun. Bütün nemətlərin hamısı aləmlərin Rəbbi olan Allahdandır. Allah özü şahid olsun ki, biz etiraf edirik ki, nemətlər ondandır. Bizdən alınan nemətlər də etdiyimiz günahların səbəbi iləndir. O bizə zülm eləmir. O ədalətlidir. Hər bir işində hikmətlidir. Mömin qullarını sevir. Onlara əziyyət istəmir. Onlar özlərini əziyyətə salmasalar, Allah onlara əziyyət istəmir. Daim onlara xeyir istəyir. Allah yuridən yətubə aleykum. Allah tövbənizi qəbul etmək istəyir. Ki versən. Hər fürsətdə Allah Taala tövbəyə çağırır. Bir insan bəzən asiliklərinə görə, günahlarına görə, xətalarına görə, münkər əməllərinə görə ətrafı ondan üz döndərir. Fikir versən, nə qədər günahlarda qərq olsa da aləmlərin Rəbbi olan Allah ondan üz döndərmir. O çağırır. Tövbəyə çağırır. Rəhmətinə çağırır. Allah Taala bir qulun tövbəyə çağırır, onun tövbəsini qəbul edirsə onu nə istəyir? Cənnətinə salmaq istəyir. Elhamdülillah. Ona görə biz zənn edirik ki, Allah Taala bizə daim xeyir istəyir. Bizim haqqımızda nəyi təqdir eləyib, qədər eləyibsə Allah Taala, onda xeyir var. Elhamdülillah. Allah Taala bizi ona razılaşan qullarından etsin. Elhamdülillah. Allah razı olsun.